Qışda uşağı havada nə qədər vaxt saxlayım ki, xəstələnməsin. Əgər evladınız ilk 40 günlüyündədirsə, onu həyətə, bağçaya, parka çıxartmaq məsləhət görülmür. İlk 40 günlüyündə uşağı ancaq pəncərəni açıb pəncərə önünə, balkonunuza çıxarda bilərsiniz və ya fərdi yaşayış evidirsə öz həyətə 5-10 dəqiqə gündə artırmaqla çıxara bilərsiniz. Amma nəzərə alın ki, qışda yağıntılı, küləkli, kəskin havalara bu körpələri çıxarmamalısınız. Amma 40 günlüyündən yuxarı, aylıq, hətta böyük yaş qrup uşaqları qış da olsa hər gün mütləq havaya çıxarmalısınız. Çünki havaya çıxmaq uşağın zehni, əqli, fiziki inkişafı üçün ən böyük dəstəkdir. Eyni zamanda havaya çıxan uşaqların iştahı çox yaxşı olur, yuxusu çox yaxşı olur. Əziz valideyn, əgər evladınız yaxşı yatmırsa, yaxşı yemirsə, onu bol-bol havada tutmaqla bu problemi aradan qaldıra bilərsiniz. Lakin nəzərə alın ki, əgər evladınız havaya çıxıb öyrəşən uşaq deyilsə, havada olma saatlarını tədricən artırmalısınız və evladınızı havaya düzgün geyindirməklə çıxarmalısınız. Ya çox tərləyib tər soyuyacaq qədər isti deyil, ya da üşüyəcək qədər nazik deyil. Orta qalınlıqda düzgün geyindirməklə uşağınızı hər gün havaya çıxara bilərsiniz.